Rəcəb ayı vilayət ayıdır. Vilayət ayıdır ona görə ki, Əli əleyhissalamın doğulduğu ayıdır. Əli əleyhissalam doğulduğu gün gəlir, sonra məbəs gəlir, əvvəl vilayət, sonra risalət, sonra da Allah ayına daxil oluruq, mübarək Ramazan ayına. Şəhrullah sözünü mən demirəm, Peyğəmbər buyurur ki, Qəd əqbələ iləykum şəhrullah, mübarək Ramazan ayı haqqında. Allahın ayı sizə tərəf gəlir. Yəni biz tovhidə doğru seyrə başlamışıq. Cəmaat deyə bilər, doğrudan heç biz bilmirik, bizim üçün təqvim ayıdır da gəl. Bizim üçün indi nə ayıdır? Aprel ayıdır. Hansı tovhid? Hansı seyir? Aydır da aylardan biridir. Gəlib, o bir aylar gedən kimi bu da gedəcək. Amma belə deyil. Özü ilə məşğul olan adam Rəcəb ayı gəlirsə deyir ki, bu bir hadisədir. Ramazan ayı gəlirsə bu bir hadisədir. Yoxsa heç fərqi yoxdur. Rəcəb ayıdır, Şaban ayıdır. O başqa canlılar kimi. Başqa canlılara fərqi var, hansı aydındır. Heç nə. Otun otlayır, yemin yiyir, nə bilim mən, o işlərlə məşğuldur. Amma insanın fəziləti bundadır ki, insan seyirdədir və Rəcəb ayı, arxasınca Şaban ayı və mübarək Ramazan ayı tovhidə doğru seyirdir. Allahın təkliyinə, vilayət qapısından daxil olub, risalət məqamına çatıb, risalətdən də tovhidə qədəm qoyursan. Şəhrullah ki, Allah ayıdır, mübarək Ramazan ayı, ona hazırlıq ayıdır. Ənə mədinətül ilm və aliyyum babuha, mən elmin şəhəriyəm, əli onun qapısıdır. Bu qapı Rəcəb ayından başlanır. Hər dəfə bunlar bir fürsətdir bizim üçün. Bəzi böyüklər olub ki, 3 ayın 3-ünü də oruç tutub, indi deməli deyil cəmaata belə sözləri. Eybi yoxdur, mən icazə verirəm, 3 ayı tutmayın, amma heç olmasa hərdən bir, mən icazə verirəm, zarafatça deyirəm, əslində fəzilətlidir ki, bu ayda çox oruç tutasan, heç olmasa neçə gün Rəcəb ayından oruç tutasan ki, fərq eləsində deyəsən, bu Rəcəb ayını keçirtdim. Ona görə hədislərdə var, kim bir gün tutsa oruc nə qədərdir, kim 2 gün tutsa nə qədərdir, kim 3 gün tutsa savabı nə qədərdir. Bu, Rəcəb ayının fəzilətinə görədir. Bacardığımız qədər bu ayın fəzilətindən faydalanaq, istifadə edək, bəhrələnək. Yəni bizim üçün fərq eləsində sözün qısası. Hiss eləyək ki, Rəcəb ayındayıq, yadımızdan çıxmasın bu. Bunlar hamısı bir həqiqətlərdir, gəlir, zuhur eləyir, gedir. Bəhrələnmək lazımdır bunlardan. Və özümüzə xeyirdir bu. Bu bizim üçün yük deyil, kim də istəmir eləməsin, vacib deyil ki. Mən vacib olmayanı vacib demirəm. Kim istəmir, geçsin, yesin, içsin, gəzsin, o da onun həyat tərzidir. Nə deyəsən, məcbur deyil. Amma bəzi insani ləzzətlər var ki, onları dadmaq üçün Allah bunları qərar verir ki, insan olduğunu da bir hiss eləsin. İnsan olduğunu hiss eləyəndə insani ləzzətlər daha dərin ləzzətlərdir. Yenə xeyri özvə gəlir, çıxır. Yenə xeyri özvə gəlir. Yenə özün faydalanırsan, özvə xeyirdir. Bir duanı izah eləmək istəyirəm sizə, qısa tərcümə eləmək istəyirəm. 10 dəqiqəyə, 12 dəqiqə inşallah sözümü bitirərəm Allahın köməkliyi ilə. Bu duanı hamınız bilirsiniz, hamınız da olmasa çoxunuz bilirsiniz və bəziləriniz də yəqin oxuyursunuz gündəlik namazlardan sonra. Kim də oxumursa tapsın, kitablarda var, onu oxusun. Təkcə özdə namaz vaxtı deyil, deyir, istənilən vaxt bu duanı oxuya bilərsən Rəcəb ayında. Yaxşı olar namazlardan sonra lap yaxşıdır. Ya mən ərcuhu li kulli xeyr. Bu duanı. Çox gözəl duadır. Çox da qısa, amma məzmunlu bir duadır. Yəni, bu sözlər qızıldan qiymətlidir. Bir nəfər İmam Əli əleyhissalam idi, Əmir əl-Möminin əleyhissalam deyəsən, xütbə oxudu. Dedi ki, qızıl kimi sözlərdir. Belə dedi. Əli əleyhissalam dedi ki, bizim sözlərimizi qızılla müqayisə elədin. Həlil cəvhər illəl həcər. Qızıl bir daşdır. Daş. Biraz az tapılır, qiyməti çoxdur.
Bizim bu dəyərdə sözümüzü dedim, qızıl kimi sözlərdir. Görün, nə incəliyəcən fikir verirlər ki, bizim sözlərimizi qızılla müqayisə eləməyin, bizim sözlərimizin qiyməti yoxdur. Bu dua o qiyməti olmayan dualardandır. Hər gün oxunur, sadədir, qısadır, amma çox fəzilətlidir. Bunu istəyirəm qısa şəkildə sizə tərcümə edeyim. Ya mən ərcuhu li kulli xeyr. Ey o kəs ki, bütün xeyirləri ondan gözləyirəm. Muhammed Ali Muhammedə salavat deyək. Ey o kəs ki, bütün xeyirləri ondan gözləyirəm. Xeyirlərin qaynağı odur. Bir qayda demişəm sizə, bunu yadda saxlayın bir daha. Kiçiklərə tövsiyəmdir bu. Buyururlar ki, Allahdan nə ümidində olsun, Allaha necə ümid eləsin, Allah səninlə ona olan ümidivə uyğun davranacaq. Necə ümiddəsən, necə gümandasan, Allah da elə davranacaq. Allah deyir ki, mənə xoş gümanda ol, mən də xoş rəftar edim. Ümidin çox olsun mənə. Bu qədər ayələrdə, hədislərdə Allah deyir, mənə ümidin olsun. Ümidlən. Kumeyl duasına baxın, başdan ayağa ümiddir. Deyir, sənə səcdə edən üzləri yandıracaqsan. Sənin təklifi iqrar edən qəlbləri yandıracaqsan. Mən bu qəlbimlə la ilahə illallah demişəm, o da atacaqsan. Mümkün deyil. Mümkün deyil. Ma hakəsə zən bikə və la uxbirna bifəzlikə ankə. Xeyr, bu mümkün deyil. Sənin haqqında belə zənn olunmaz. Səndən bizə başqa xəbər gətirib Peyğəmbərlər. Bizə xəbər veriblər ki, sən bağışlayansan, sən səcdə edən üzləri yandırasan. Bu ümid yaradır. Bütün xeyirləri ümid elə Allahdan olsun. Görün, ümidin həddinə bax. Əleyhissalam buyurur ki, birdən məni oda da atsan, cəhənnəmə atsan, odun şölələri arasından fəryad eləyərəm. Eynə kuntə ya vəliyyəl müminin. Hardasan ey möminlərin vəlisi? Oradan da, odun içindən də ümidimi kəsmərəm. İmam Səccadın dualarına bax. Deyir, fəryad eləyərəm, deyərəm, eynə rəhmətükəl vasiə, eynə ətayəkəl fazilə. Hanı sənin geniş rəhmətin? Ümidin bağışlamaq ovadır. Bu hədisləri çox demişəm. Qiyamət günü biri deyər, cəhənnəmə aparın, Allahdan nida gələr. Deyər, mən heç ümid eləməzdim məni cəhənnəmə atasan. Deyər, onda bağışladım. Nəyə? Bir ümidə, bəli bir ümidə. Bir ümidə bağışlayır, valla. Nə çox şey istəyib ki bizdən. Bir ümidə, inama, gümana. O ümid də, demək ki, sən ümid verirsən, cəmaat günaha tərəf gedir. Xeyr, o ümidi qoru, saxla, ümid əlindən tutacaq əməlləri də düzəldəcək, islah edəcək. Ümid islah eləyir insanı. Dalını uzun danışmıram. Və əmənu səxətəhu ində kulli şər. Bütün çətinliklər, şər zamanı ondan aman istəyirəm. Ey o kəs ki, ondan aman istəyirəm. Ya amanəl xaifin. Coşan Kəbirdə deyir, ey qorxanların aman verəni, ey qorxanların amanı. Allah bizi yandıracaq deyir, Allah bir kəsi də yandırmayıb. Biz özümüzü yandırırıq günahlarımızdan, Allahın işi yandırmaq deyil, söndürməkdir. Deyir ki, keçən dəfə də dedim, oddan qaçan adam kimi yox, od tutub yanan adam kimi qaçın Allahın dərgahına gedin. Allahın qapısına od tutub yanan adamlar kimi gedin. Hər dəfə, hər günahla, bax günahın mənəvi cizgisini çəkim sizin üçün. Elə bir ki, kibriti vururuq, yandırırıq özümüzü, od tutub yanır, tövbə nədir? Qaçırıq Allaha tərəf, ilahi yandım söndür. O da suyu səpir söndürür, deyir get. Gedirik, yenə yandırırıq, yenə gəlirik. Onun işi söndürmək, bizim işimiz yandırmaqdır. Sonra deyir, Allah məni niyə belə elədi? Allah yandırmır səni, Allah sənin əyrəskiyi düzəltməklə məşğuldur. Allahın Allahlıq funksiyası bundan ibarətdir. Allah odu söndürmək üçündür. Allah bəlanı dəf eləmək üçündür. Allah Quranda buyurur ki, bütün başınıza gələn müsibətlər günahlarınıza görədir. Hələ çoxunu biz dəf eləyirik sizdən.
Allah oturub bizim işlərimizi düzəldir, əyrəskliklərimizi düzəldir. Odur ki, o bizim amanımızdır. Ona görə deyir ki, özündən özünə pənah apar. Özündən o mənada yox ki, o bizi yandırır. Onun qurduğu düzən belədir ki, bir adam əlini kəsəndə əli kəsilir. Günahın nəticəsi budur ki, insanın ruhunu yandırır. Ona sığın bundan. Ya mən yu'til kəsirə bil qalil. Ey o kəs ki, aza çox verirsən. Aza çox verirsən. Allah ədaləti ilə davransa bir nəfər cənnətə getməz. Neynəmişik ki biz? Öz verdiyi hava ilə, öz verdiyi su ilə, öz verdiyi bədən üzvləri ilə, öz verdiyi neymətlə nəsə bir yaxşılıqlar eləmişik. Qiyamət günü onun verdiyinə baxanda inanın ki, bütün şəhidlər xəcalətdən başını aşağı salacaq ki, biz neynədik? Tikə-tikə doğrananlar. İmam Hüseyin əleyhissalam özünü əli boş hiss eləyir onun qarşısında. İmam Hüseyin əleyhissalam. Aza çox verirsən. Aza çox verirsən. Ya mən yu'ti mən səələh. Ey o kəs ki, ondan istəyənlərə, ondan təmənna edənlərə bəxş edir. Ud'uni əstəcib ləkum. Kim deyir, məndən istədisə verdim. İstədim, vermədisə, bilirsən ki, xeyrivə deyil. Çünki qüdrəti çatır. Elə bil ki, körpə uşaqda atasına deyir, qucağıma götür məni. Barmağımı istəyirəm, oda salın. Ata da deyir, olmaz. İndi o deməkdir ki, atanın gücü çatmadı onu qucağına götürsün. Xeyr, qüdrəti çatır, sadəcə onun ziyanınadır. Bizim dualarımızın qəbul olmamasının səbəbi bəzilərinin. Odur ki, bizim məsləhətimizə deyil. O uşaq kimi biz oda əlimizi salmaq istəyir. Allah deyir, gücüm çatır ya onu eləməyə, amma eləmirəm, sənə görə eləmirəm. Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm ya'rifhu. Ey o kəs ki, ondan istəməyənə də verirsən və onu tanımayana da verirsən. Yəni, ey o Allah ki, səndən istəməyənə də və səni tanımayana da bəxş edirsən. Nə qədər neymətlər var ki, istəməmiş verib. Heç siyahısını tutmuşsunuz. İmam Hüseyin əleyhissalam Ərəfə duasında siyahısını tutur. İstəmədən bizə nələr verib? İstəmədən özümüzü verib. İstəmədən İmam Hüseyin əleyhissalam buyurur ki, dünyaya gəlmişəm, mənim üçün mehriban ata-ana qərar vermisən. Dişim olmayıb, süd qərar vermisən, hava qərar vermisən, istəmişik, dua eləmişik, ilahi mənə hava ver, mənə su ver, istəmədən nə qədər neymətlər verib, istəmədən və heç tanımayanlara da verirsən. Sən o kəssən ki, səni tanımayanlara bəxş edirsən, bu hədisi çoxdan danışmışam. Musa əleyhissalam Tur dağına gedəndə bir nəfər kafir ələ salır Musanı. Deyir, ged Allah'a denən ki, nə onun Allahlığını qəbul edirəm, nə də heç bir neymətini istəmirəm. Getdin ən Allah'a. Bilmir qəzəbini necə töksün. Musa əleyhissalam da Allahın elçisidir. Deyir, nə deyim, necə cavab vermir, gedir. Gedir Tur dağına münazat eləyir, qayıdıb gedəndə Allahdan nida gəlir. Musa, mənim bəndəm sənə bir söz tapşırmışdı, mənə deyəsən. Dedi, ilahi, dedi ki, xəcalət çəkdim bunu deməyə, ədəb elədim. Hərçənd Allah özü şahid idi, hər şey, amma istəyir Musanın dilindən eşitsin. Dedi ki, onu qəbul eləmirəm. Yox, deyir, necə dedi, elə denən. Dedi ki, mən onun Allahlığını qəbul eləmirəm, neymətini də istəmirəm. Heç nə istəmirəm. O mənə lazım deyil, mən Allah tanımıram. Dedi ki, o bəndəmə mənim salamımı çatdır və denən ki, istəməsə də verəcəm. O bəndəliyindən əl çəksə də mən Allahlığımdan əl çəkməyəcəm. Yenə neymətlərimi verməkdə davam edəcəm. Musa əleyhissalam gəlir, o kafir yolun başında dayanır, deyir, çatdırdın Allah'a sözümü. Musa əleyhissalam deyir, bəli, çatdırdım. Ələ salır, deyir, nəsə cavab dedi, nə dedi? Deyir, mənə dedi ki, onun salamını sənə çatdırım. Allahın sənə salam göndərir. Kafirlə davranışına bax. Allahım sənə salam göndərir və deyir ki, sənə çatdırım ki, sən istəməsən də onu Allahlığa, o səni bəndəliyə istəyir. Sən neymət istəməsən də Allah cavab verir ki, neymətimi verəcəm. Deyir, Musa bunu dedikcə, bu dinsiz qeyri-ixtiyarı başladı ağlamağa. Sözünün axırına çatanda diz üstə oturdu, dedi, Musa, o Allahla məni tanış elə, belə gözəl Allahı mən tanımadığıma peşmanam. Belə Allaha gərək bəndə olasan, belə Allaha gərək ibadət eləyəsən. Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm ya'rifhu. Tanımayana verirsən.
Ayətullah Behçət deyir ki, bu qədər günah içində ömür keçirdi, bu qədər neymət verdi, gör itayətdə keçirsəydi, neynəyərdi? Günah içində keçirilən ömrün nəticəsində bu qədər neymət.